Övladımızın ölümünə səbəb ChatGPT-dir. Bu iddia ilə artıq 7-ci ailədəki süni intellekti məhkəməyə verib. Bruce Willis'in isə həyat yoldaşı Alzheimer xəstəsi olan ərinin ölümündən sonra onun beynini elmə bağışlayacağını deyib. Bu və digər xəbərləri izləmək üçün sona qədər bizə baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Dünyada bir çox insanların əziyyət çəkdiyi xəstəliklərdən biri də diabetdir. Səndəmi diabetin qarşısını almaq olarmış? Necə? Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır. Birlikdə baxaq. Diabet riskini azaltmaq mümkündür. Şəkərli diabet xəstələrinə xoş xəbər var. Qarşısını almaq və ya gecikdirmək mümkündür. Bu barədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun endokrinoloqu Aygün Əliyeva səhiyyə.gov.az saytına verdiyi müsahibədə danışıb. Həkim bildirib ki, şəkərli diabet riskiniz varsa, onun qarşısını ala bilərsiniz. Belə ki, şəkər xəstəliyinin idarə olunmasında müntəzəm fiziki aktivlik mühüm rol oynayır. Gündəlik məşqlər bədənin insulinə həssaslığını artırır, qan şəkərinin səviyyəsini stabilləşdirir. Həftənin 5 günü gündə ən azı 30 dəqiqə idman və ya fiziki fəaliyyətlə məşğul olmağa çalışın. Gəzinti, üzgüçülük və ya yüngül idman növləri şəkər xəstələri üçün tam uyğundur. Həmçinin çəkiyə nəzarət diabetin qarşısının almasının vacib hissəsidir. Belə ki, sağlam qidalanma planına əməl etmək, hər gün qəbul etdiyiniz kalorilərin miqdarını azaltmaq olduqca vacibdir. Bundan əlavə rasionunuza çoxlu miqdarda tərəvəz və meyvə, tam taxıllı, paxlalı bitkilər daxil etmək. Eyni zamanda qırmızı ət istehlakını məhdudlaşdırmaq tövsiyə olunur deyə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun endokrinoloqu Aygün Əliyeva vurğulayıb. Rus alimləri iddia edirlər ki, xərçəngi xüsusi lazer vasitəsilə birdəfəlik aradan qaldırırlar, yəni şişi tamamilə götürürlər. Dünyanın bir çox alimləri isə bununla bağlı birmənalı fikirdə deyil. Bu müzakirəyə baxaq. Bir seansla xərçəng şişinin müalicəsi mümkündürmü? Obninsk Radioloji Mərkəzində quraşdırılan yeni yüksək dəqiqlik radiocərrahiyyə sistemi barədə Rusiya mətbuatında məlumat yayılıb. Cihazın məqsədi kiçik və lokal şişləri əməliyyatsız, kəsiksiz və qısa müddətli prosedurla müalicə etməkdir. Bu texnologiya stereotaktik radiocərrahiyyə prinsiplərinə əsaslanır və xəstələrin bəzilərinə prosedurdan sonra həmin gün və ya ertəsi gün evə dönməyə imkan verir. Bununla belə aparıcı beynəlxalq nəşrlər, xüsusən də The Lancet Oncology və Nature Reviews Clinical Oncology vurğulayır ki, belə texnologiyalar yalnız müəyyən ölçülü və dəqiq lokallaşmış şişlərdə tətbiq oluna bilər. Onlar xərçəngin dəqiqələrdə tam sağaldılması iddiasının ümumiləşdirilmiş və tibbi baxımdan yanlış yanaşma olduğunu bildirir. Radiocərrahiyyə böyük, metastatik və mürəkkəb strukturlara yayılmış şişlərə standart müalicəni əvəz eləmir. Mütəxəssislər yeni avadanlığın Obninskdə tətbiqinin onkoloji xəstələrin bir hissəsi üçün daha az invaziv müalicə imkanı yarada biləcəyini desələr də, hər xəstə üçün fərdi klinik qiymətləndirməni zəruri hesab edirlər. Alimlər T hüceyrələrinin vasitəsilə insulinin necə yarandığı ilə bağlı maraqlı araşdırma aparıb və illərdə aparılan araşdırmanın nəticəsində nəhayət bədənimizdə şəkər xəstəliyi necə yaranır, bunu tapıblar və hansı molekullarda, hüceyrələrdə yaranırsa onu dayandırmağa da həddi müvəffəq olublar. Düşünürəm ki, artıq yavaş-yavaş şəkər xəstəliyi tarixə qovuşur. İnsulinə hücum edən hüceyrələr tapıldı. Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin Perelma Tibb Məktəbinin alimləri birinci tip şəkərli diabetin yaranmasına gətirib çıxaran erkən immun dəyişiklikləri müəyyən edib. Tədqiqat Science Immunology jurnalında dərc edilib. Mütəxəssislər 43 donorun mədə-altı vəzinə yaxın limfa düyünlərindən və dalaq toxumasından götürülmüş nümunələrdə milyon immun hüceyrəsini analiz edib. Nəticələr göstərib ki, xəstəliyi aktiv şəkildə inkişaf edən insanlarda CD4 tipli T hüceyrələrin unikal alt qrupu mövcuddur. Normalda orqanizmin müdafiəsini tənzimləyən bu hüceyrələr risk qrupunda olan şəxslərdə fərqli davranaraq iki tənzimləyici zülal ifraz eləyir. Həmin zülallar insulini istehsal edən beta hüceyrələrə qarşı autoimmun hücumu gücləndirən genləri aktivləşdirir. Eyni dəyişikliklər hələ simptomları görünməyən, lakin birinci tip diabet riski yüksək olan insanlarda da qeydə alınıb. Tədqiqat
Psixiatrın müəllifi professor Qulnaz Vahadi qeyd edir ki, bu anormal T hüceyrələri idarə edən siqnalların bloklanması gələcəkdə xəstəliyin başlanmasını ləngitmək və ya tamamilə qarşısını almaq imkanı yarada bilər. Övladımız ChatGPT ilə danışandan sonra ailədən uzaqlaşıb, tamamilə tək qalıb və intiharına da səbəb budur. Son zamanlar məhz bu cür ittihamlarla bir çox ailələr ChatGPT-ni məhkəməyə verir. Bəziləri uşaqlarımızın psixikasını pozur deyir, bəziləri isə ölümündə məhz süni intellekti günahlandırır. Bu isə 7-ci hadisədir. Övladımızın qatili ChatGPT-dir. Amerikalı ailə 23 yaşlı Zeyn Şamblinin ölümü ilə bağlı süni intellektə qarşı məhkəmə iddiası qaldırılıb. Onların fikrincə ChatGPT söhbətləri onun ailə üzvləri ilə əlaqələrini kəsməyə, təcrid hissini dərinləşdirməyə və psixi sağlamlığın pisləşməsinə səbəb olub. İddia sənədlərində qeyd olunur ki, Zeynə ailəsindən məsafəni qorumaq məsləhəti verilib. Bu da onun izolyasiyasını gücləndirib. İttihamçıların sözlərinə görə süni intellekt kamera effekti yaradıb və istifadəçi təkcə chatbotla qalaraq real münasibətlərdən uzaqlaşdırılıb. Psixiatrlar bunu sekta liderlərinin manipulyasiyasına bənzədir, əvəzsiz diqqət və tərif asıllıq yaradır. Bu iddia süni intellektə qarşı irəli sürülən bir neçə məhkəmə işindən biridir. 4 ölüm hadisəsi və 3 psixoz halı şikayət predmetidir. Ekspertlər bildirirlər ki, belə hallar süni intellektin zərərli dövr yaratma potensialını göstərir. Real insan münasibətlərinin yerinə süni intellektlə virtual əlaqə toksik asıllıq yaradır. Dünya şöhrətli Hollywood aktyoru Bruce Willis uzun müddətdir ki, Alzheimer'dan əziyyət çəkir. Həyat yoldaşı isə bildirib ki, öləndən sonra ərinin beynini elmə bağışlayacaq. Bunu isə belə izah eləyir. Düşünürəm ki, alimlər Alzheimer xəstəliyinin qarşısını almaq üçün mütləq bu cür beyinləri tədqiq etməlidirlər ki, gələcəkdə insanlar ağır xəstəlikdən əziyyət çəkməsin. Deyilənə görə Bruce Willis artıq keçmiş həyat yoldaşını və anasını da artıq tanımır. Bruce Willis'in beyni demensiya araşdırmalarına bağışlanacaq. Aktyor Bruce Willis ağır xəstəliklə mübarizə apardığı bir vaxtda həyat yoldaşı Emma Heming gələcəkdə onun beynini elmi araşdırmalar üçün ianə etməyi planlaşdırdığını bildirib. Heming bu addımını həm emosional baxımdan çətin, həm də elm üçün əhəmiyyətlidir deyib. Willis'ə demensiya, konkret olaraq frontal temporal demensiya diaqnozu qoyulub. Bu xəstəlik onun zehni qabiliyyətinin tədricən azalmasına səbəb olur. Aktyor artıq anasını və keçmiş həyat yoldaşını tanımaqda çətinlik çəkir. Heming bildirib ki, Willis'in vəziyyəti pisləşdikcə ailə həyatının son mərhələsi və gələcəkdə onun ölümü mövzusu gündəmdə daha çox yer tutmağa başlayıb. Hemingin fikrincə, beyin toxumasının tədqiqi nevroloji xəstəliklərin, o cümlədən demensiyanın əsas səbəblərinin daha dərindən öyrənilməsində kömək edə bilər. Bu isə gələcəkdə daha yaxşı müalicə üsullarının hazırlanması üçün vacibdir. Bu cür elmi töhfə gələcək nəsillər üçün ümid verici miras olacaq və nevroloji xəstəliklər üzərində aparılan tədqiqatlara real dünya nümunəsi kimi xidmət eləyəcək. Deyəcəksiniz ki, bananı reklam eləyirik, amma bu əsla belə deyil. Alimlər araşdırma aparıblar. Yaşıl, çürük, ləkəli, hər cür bananın bədənə sən demə fərqli xeyri və faydası var imiş. Detallı bilmək üçün diqqətlə izləyin və hətta sosial şəbəkələrdən bizi izləyirsinizsə, mütləq yaxınlarınıza da göndərin. Hansı banan daha faydalıdır? Bananın rəngi və dadı dəyişdikcə onun tərkibi də dəyişir. Mütəxəssislər dietoloq Avery Zenker və qidalama üzrə müəllim Amanda Sauceda bananın yetişmə dərəcəsinə görə hansı şəraitdə daha faydalı olduğunu izah edib. Yaşıl və sərt bananlarda şəkər minimum, nişasta isə maksimum olur. Mütəxəssislər bildirib ki, bu nişasta bağırsaqdakı faydalı bakteriyaları qidalandıran prebiotik kimi işləyir. Qan şəkərini stabil saxlayır və toxluq hissini uzadır. Bu bananlar diabet riski olanlar və həzm sistemini yaxşılaşdırmaq istəyənlər üçün idealdır. Lakin idmançılar məşq öncəsi ağırlıq hiss etməmək üçün ehtiyatlı olmalıdır. Tamamilə sarı, yumşaq bananlar şirin və asan soyulanlardır. Bu mərhələdə nişasta tamamilə təbii şəkərlərə çevrilir. Lifin miqdarı azalır, lakin antioksidantlar və vitaminlərlə zəngin olur. Bu bananlar məşqdən əvvəl enerji mənbəyi kimi
Həmçinin ürək və damar sağlamlığını dəstəkləmək üçün əla seçimdir. Qabığı qəhvəyi, ləkələrlə örtülmüş bananlarda şəkər miqdarı ən yüksəkdir. Şəkər səviyyəsinə nəzarət edənlər üçün yüksək şəkər tərkibinə görə ehtiyatlı olmaq lazımdır. Ən çox şəkər və antioksidantlar qəhvəyi, qara rəngli bananlarda olur. Bu bananlar adətən şirniyyat və smuzilər üçün idealdır. Mütəxəssislər vurğulayıb ki, xeyirli və ya ziyanlı banan yoxdur. Hansı bananın faydalı olması sizin sağlamlıq məqsədlərinizə və ehtiyac olan qida maddələrinə bağlıdır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.